Necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Doğum gününüzdə hansı əhval-ruhiyyədəsiz? Doğum günündə daha çox dünənə baxıram ki, yəni bu 50 yaşa gəlib çatmışıq. Çox keşməkeşli olub. Bu yaxınlarda bir araşdırma oxudum. Britaniyalılar 50 yaşında ömrün ən xoşbəxt dövrünü yaşayırlar. Belə bir fikir qarşıma çıxdı. Necə düşünürsünüz? Ümumiyyətlə 50 yaşında ömrün ən xoşbəxt dövrünü yaşamaq mümkündür? Mümkündür. Baxır hansı həyat tərzini yaşamısan, hansı çətinliklərdən keçmirsən. Ola bilər ki, sən 50 ilin içərisində hər hansı bir çətinlik çəkmədən əziyyətsiz bir gələsən, amma əziyyətli də olanda, dönüb baxanda qürur verici şeylər olduğu üçün hallar vardı deyə dönüb baxırsansa bu 50'lik yola çox şey sənə o qüruru yaşadır və sevinirsən. Həmkarınız Raif Arifoğlu'nun 50 yaşında verdiyi bir müsahibədə bir məqam var idi. Yəni onun fikirləri çox diqqətimi çəkdi. Deyir 50 yaş bəziləri üçün yeni mərhələnin başlanğıcı, bəziləri üçün həyatın ortası, bəziləri üçün sonudur. Mənim üçünsə 50 qocalığın uşaq yaşıdır. Və sizin üçün nədir? Mənim üçün 50 yaş əslində ömrün yeni bir vərəqidir. Ora bundan sonra nə yazılacaqsa onun hamısını 50 yaşlı Nahid yazacaq. Amma 50 yaşa qədər 50 yaşdan aşağı olan Nahid yazıbdır. Yəni gənc Nahid yazıbdır. Bundan sonrasının 50 yaşdan sonraki, yəni artıq biz də bir ağsaqqal bir dövrə gəlib çatmışıq. Və təkmilləşmiş, həyatın çətinliklərini görmüş, əziyyətlərini görmüş, bir çox sevincini yaşamış Nahid var. Artıq müəyyən qərarlarda biraz geriyə çəkilib, yəni anında da qərar vermirsən. Yəni tez tələsik bir şeyə qərar verən Nahid olmayacaq. Artıq yavaş-yavaş hər şeydə, istəyir şəxsi həyatımda, istəyir iş həyatımda, istəyir belə ictimai həyatda artıq müəyyən qədər səbirli və təmkinli bir yol başlayacaqdır. Həyatınızda kəşkilər çoxmu olub? Çox. Kifayət qədər çox. Kaş onu etməyərdim, kaş bunu etməyərdim. Mənim bir xüsusiyyətim var. Daha çox canyananlıqdan mənim başıma nə gəlibsə. Yəni ürəyim o qədər humanist bir insanam ki, yəni özümü tərifləmək istəmirəm. Mən bu şey eləyirəm, amma qarşılığında o şeyi görməyəndə onda kaşkilər başlayır. Bəlkə də o mənim özüm üçün müsbət bir xasiyyətimdir. O mənə Allahın verdiyi bir gözəl bir xasiyyətdir ki, sən et. Sən et, eybi yox. Balıq bilməsdə xaliq biləcək misalı var. Mən eləyim. Kaşkaları, keşkələri artıq sonradan oturub fikirləşirsən ki, bəlkə bunu etməyərdim. Bunu etdim, başıma bu iş gəldi. Bəlkə bunu etməyərdim. Amma yəqin ki, bundan sonra keşkələrim olmaz. Bəzi insanlar var ki, müəyyən yaşdan sonra deyirlər ki, həyatımda bir məqamlar oldu, yəni o mərhələni, o yaşı silib atardım. Sizdə də varmı, yoxsa həyatınızın bütün acılı, şirinli günlərinə eyni gözlə baxırsınız? Silib atmaq istədiyiniz var, illər? Çoxdur. Bəlkə də ömrümün bir 10 ilini silib atardım. 10 ilini. Bəlkə də çoxunu. Çünki yaşadıklarım məni hərdən keşkə yaşamayardım, heç dünyaya gəlməyərdim tezizdir. Amma həyatdır, şükür etməyi də bilməlisən. Deməli, onları yaşamalıyam ki, mən həyatda qalmağı bacarım. Mən həyatda özümə dəstək olmuşam. Özüm öz işimi qurmuşam, özüm öz işimi yaratmışam. Olmayıb başqa şeylərə əl atmışam ki, həyatda qala bilim. O bir söz var, deyir ki, yemək üçün yaşayasan. Bir yaşamaq üçün. Mən günlərlə yemək yeməsəm də mənim yadıma düşməz. Amma bir elədiyin bir yaxşılıq varsa, o mənim hər dəqiqə gözümün qabağındadır ki, nə yaxşı mən bu yaxşılığı eləməyi bacardım. Onda belə demək olarmı ki, bəzi adamlar talihdən şanslı doğulur, naxışlı olur. Yəni siz daha çox zəhmətinizə borclusunuz. Mən talihimdən narazı olmuşam. Mənim talihim çox Əndirabadi bir talih olubdur. Uşaqlığım Əndirabadi bir talih ilə böyüyübdür. Hərdən demək istəyirəm, deyə bilməyəcəyim çox şeylər var, deyə bilmirəm. O çətinlik verir mənə. Yəni onları heç kimlə bölüşmürsünüz? Özümlə bölüşürəm onları. Niyə belə gəlməliydim dünyaya, məsəl üçün və yaxud da necə olmalıydı bu? Niyə mən? Elə olub ki, mən çəkilmişəm dənizin kənarına, saatlarla özümə suallar vermişəm, özümlə danışmışam.
Nahid bəy, bu inanmamaqdan irəli gəlir, kimlənsə bölüşməmək. Bəlkə də bölüşsəydiniz, yüngülləşərdiniz. Bu gün elə şeylər var ki, onları yoldaşımla bölüşürəm, həyat yoldaşımla bölüşürəm. Onun dəstəyini alıram, onun məsləhətləri olur, psixoloji baxımdan məni hazırlayır. Amma elə də olur ki, elə şeylər də olur ki, mən onları içimdə saxlayıram. Məcbur oluram, gedib öz-özümlə danışıram. Yəni, elə şeylərdir ki, onları bölüşə bilmirəm. Yəni, deyirəm ki, görəsən necə bir reaksiya olar? Hansı bir mimikalar o üzdə yarana bilər? Fərq etmir, bu ailədə olsun, dostum olsun. Mənim həyatda dost deyib, bölüşə biləcəyim tək düş adam var. O da ki, bilirəm ki, sir saxlamağı bacarır. Yeri gəlmişkən dostlarınız çoxdur, düşmənləriniz. Məndə bir xüsusiyyət var, mən bunu övladlarıma da deyirəm. Mən süfrəsi açıq adamam. İstəyirəm ki, dostlarım, ürəkdən istəyən insanlar gəlsinlər, getsinlər. Amma dost dediyim azdır, çox az. Bilirsən, dostun çox olmağı yaxşı hal deyil. Hamı dost ola bilməz. Münasibət qurduğun, qardaş kimin, mehribansılıq göstərdiyin başqa bir şeydir. Dost dediyin başqa bir şeydir. Dost anlamında o sənin artıq ailə içvə girir. Mən dostlarımın ailəsi mənim ailəmdir. Mən o cür baxıram. Məsəl üçün, onların ayağına dəyəndə bir daş, o məni incidir, sızlayıram. Bilmirəm, onlar da mənə qarşı necədir, amma mən o tipəm. Haqsızlıq önündə sustuğunuz məqamlar çox olub? Olub. Məcburi susmaqdır o. İşi yola vermək deyə deyil, məcburi susmaq. Bu gün də var o. O şəxsi həyatda, işdə də elə məcburən susursan ki, bəlkə də belə daha yaxşıdır. Ömrünüzün hansı mərhələsi üçün, hansı yaş üçün daha çox darıxırsınız, burnunuzun cüyünür? Uşaqlığımın bir mərhələsi var. Allah ölənizə rəhmət eləsin. Mən nənəmlə böyümüşəm. Mənim nənəm ata nənəm böyüdü. O ata nənəm və bir də atamın əmisi arvadı olub, Seyid qız Şövkət var idi. Bu gün bacımın adını daşıyır. Onlar üçün ağsaqqalım, ağfıçəklərim üçün darıxıram. Onlar üçün. Məsələn, onları hər an. O epizod daima məndəndir. Məsələn, elə an olur ki, deyirəm ki, çünki misal üçün bir səhvim olanda biri danlayırdısa, o birisi qucaqlayır ki, işin olmasın. Mən Nusrət Kəsən mənim o qədər çox sevirdim, amma bir şeirini biri vardı, biri yox. Məndə həmişə biri olub, biri olmayıb. Yəni o baxımda mən uşaqlığımın bir hissəsi var ki, onun üçün darıxıram. Bəs balaca Nahid necə içinizdə sizinlə bərabər yaşadı oldu, yoxsa hələ də orada o balaca uşaq kimi boylanır içinizdən? Boylanır, çünki o boylanmasa mən irəliyə baxa bilmərəm. Onun baxışları daha çox nə deyir sizə? Məsələn, qınayırmı, yoxsa təşəkkür mü? Yox, qınamır. Sadəcə olaraq deyir ki, sən bunu yaşamalıydın. Sən bunları, yaxşılıqları da, pislikləri də, ağrıları da, acıları da sınaqlara çəkilməliydin və mən sənə baxıram və deyirəm ki, qorxma, get, qorxma, get. Yəni, hərdən o Nahidlə mən danışırım, o dediyim Nahidlə danışırım, o balaca Nahidlə danışırım. Hansı sözü gözləyirsən ki, o uşaq sənə deysin və o sənə bir güc versin, yaxud ondan gözlədiyin bir söz varmı, bir kəlmə varmı? Mən sənə bir söz deyim, mənim ad günümdə mənim heç nə xəbərim yox idi. Gəldim ki, qapını açıb içəri girəndə bir şar partlaması, fişər partlaması, evdə bir cərhəcəl, bütün ailə, bütün uşaqlar hamı yan-yanaydılar. Və mən bir şey deyim ki, yəni bunu etiraf edim ki, mən həyatım boyu 16 yaşa qədər mən ad gün keçirməmişim. Mənim acım olmayıb. Baba onda o Nahid boylandı. Oradan dedi ki, baxdım o da gülür, mən də gülürəm. Yəni o sevincim idi. Yəni onu mənə yaşadan da ailəm idi, o sevinci yaşadan da biraz çətindir danışmaq. O dönüb Nahidə baxa bilmirəm. O çətindir. Onu hər adam yaşamır. Müharibə dövrü olsun, çəkdiyim əziyyətlər, ondan sonra, çünki mən həyatımı daha çox 95-ci ildən yana qurmuşam. Elə bir məqam olubmu ki, o balaca Nahidin qarşısında utanmısınız? Heç vaxt. Mən ümumiyyətlə ailəmi, valideynlərimi utandıracaq bu günə qədər heç bir addım atmamışam.
və atmaram da. Bundan sonra da mən övladlarıma da deyirəm. Mənim atam mənə zəng eləyəndə, üzr istəyirəm, yatmış olsun belə, o mənə zəng eləyəndə mən istər-istəməz ayağa qalxırdım. Yəni mən özümdən böyüklərə həmişə hörmətlə yanaşmışam. Və xüsusən də valideynimə mən atam mənə bir dənə söz olub ki, heç vaxt həyatda başı aşağı edəcək addımlar atma. Özümə söz vermişəm. Heç bir zamanda yəni bu yaşa qədər başımı aşağı tikəcək bir addımım olmayıbsa, bundan sonra da olmayacaq. Talih belə bir şans versəydi, yəni ya bir xəyali bir düşüncə olaraq atanızla, dünyasını dəyişmiş ən doğmanızla üz-üzə gəlsəydiniz və ona içinizdən hansı bir sözü, bir niskil olaraq qalıb içinizdə ki, deyərdim onu keşkə, amma vaxtında deyə bilməmişəm. Mən həm atama, həm anama onu deyərdim ki, niyə daha çox mənə vaxt ayırmamısınız? Mənim atam çox zəhimli adam idi. Məsəl üçün, mən onun gözünün içinə çox baxa bilməmişəm. Yəni, o qucaqva alsın səni, əzizləsin, başı sığallasın, elə tip atı olmayıb. Daha çox zəhimi ilə, bir də baxışı ilə, indiki uşaqlara belə baxırsan, deyir, niyə belə baxırsan? Əksinə, biz artıq yerimizi bilirdik ki, o baxış nəyi deyir. Hər ikisini qoyub qarışma, verəcəyim suallarım çoxdur onlara. Amma birinci növbədə deyəcəyim o ki, deyərdim ki, mənə niyə vaxt ayırmadınız çox? Və həyatınızı jurnalistikaya bağladınız. Jurnalistikaya gəlməmişdən öncə böyük bir vətən sevdalısıydınız eyni zamanda və həmin vaxt torpaqlarımızı erməni vandallarından xilas eləmək üçün canınızı sipər elədiniz. Bu hər birimizin borcu idi. Mən o dövrdə 8-ci sinif bitirib Bakıya gəldim, peşə məktəbinə. 14 nömrəli Bayılda yerləşir. Elə ora daxil olandan sonra müharibə də gedirdi. İstər-istəməz mən cəbhədən gələn xəbərlər, döyüşdə bizimkilərin şəhid olması və onda birinci mən Zəngilana getdim. Mincivanda qısa bir müddət orada oldum. Amma sonradan qayıdıb Xocavəndə getdim. Xocavənd rayonuna, Əmrallar, Muğanlı. Muğanlı özü müdafiə batalonuna qoşulduq. 2 ilə yaxın döyüşdüm mən. 92-ci sentyabrın 6-sında Füzulinin Divanallar kəndinin istiqamətində gedən döyüşlərdə, yəni oranı almaq istəyib, orada yaralandım. Ağır yaralandım. 1 ilə yaxın mən əl arabasında gəzdim. Yerdə yatdım. Ulu Öndər həmin vaxt sizin sağalmanız üçün sizi Türkiyəyə göndərdi, səhv eləmirəm. O dövrdə Ulu Öndərimiz Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi. Ona məruz olunmuşdu ki, buradakı həm sədrət döyüşlərində yaralanan qazilər var, müalicə ehtiyacları var. Burada Naxçıvanda o müalicə mümkün deyil. Eyni zamanda Qarabağda döyüşmüş, yaralanan qazi var. Onların müalicəsi mümkündür. Bir gün içərisində bir baxdım, zəng gəldi Ali Məclisdən. Çağırdılar, getdik, görüşdük. Mən onda ilk dəfə Ulu Öndəri onda görmüşdüm və dedi ki, mən səni göndərəcəm, müalicə olunacaqsan və qayıdacaqsan, səni oxutduracam da. Mən harca 9 ay yaxın Ankara Dövlət Xəstəxanasında müalicə olundum. Mənim sağ ayağımdan mərmi parçaları zəhərli olduğundan mənim yaralarım və damarlarım sürməyə gedirdi. Orada mənim damarlarımı dəyişdilər ayağımda. 8-ə yaxın damar dəyişdirildi və müəyyən qədər sağ əlimdə də problem yaranmışdı. O problemi aradan götürdülər. Və mən qayıtdım, gəldim. 94-cü ildə qayıdıb gələndən sonra Bakıda hazırlaşıb test imtahanına daxil oldum. Və balım az olduğu üçün Bakı Asiya Universitetinə daxil oldum. Mən həm Bakı Dövləti yazmışdım, eyni zamanda müəyyən Bakı Asiya Universitetini yazmışdım, digərlərini yazmışdım. Bakı Asiya Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsinə daxil oldum. 2000-ci ildə oranı bakalavr dərəcəsinə bitirmişəm. Amma oxuduğum ildə 5 il ərzində mən ictimai fəaliyyətəm Qarabağ Əllər Cəmiyyətinin Səbailin sədr müavini oldum. Həm ondan sonra Yunus Oğuzun rəhbəri olduğu Azərbaycanın bütövlüyü uğrunda cəmiyyətdə
qatıldım ora, ictimai həyata gəldim. Yavaş-yavaş oradan məqalələrlə olaylarda Və iş informasiya yazılarınız da olaylarda vətənpərvərlik mövzusunda olaylarda bir də Azərbaycan televiziyasının Cənub Azərbaycan verilişində orada Atamoğlan Məmmədov bizim tarixçimiz, alimimiz dəvət edirdi. O radioda Cənub Azərbaycan, bütöv Azərbaycançılıq mövzusunda mən çıxışlar edirdim həmin proqramda. Və ilk jurnalistikada ilk işiniz Rezonans qəzeti oldu. İlk bəli, yəni rəsmi işim Rezonansdan başladı və Rezonans qəzetinin həm siyasət, sonradansa iqtisadiyyat şöbəsinin müdiri olmuşam. Və sonradan artıq Yavaş-yavaş həftə içi olaylar, eyni zamanda həm həftə içinin parlament müxbiri, olaylar qəzetinin həm İqtisadiyyat Nazirliyində o vaxt akreditasiya olmuş jurnalist olmuşam, eyni zamanda Xaricdə Nazirliyində akreditasiya olmuş jurnalist olmuşam və 2012-ci ildən də Vətən İnfo İnformasiya Agentliğinin təhsil eləmişəm və İnformasiya Agentliğinin rəhbərliyi edirəm. Zəhmətiniz dövlət tərəfindən də qiymətləndirilib. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə evlə təmin olunan jurnalistlər sırasında siz də varsınız. Bilirsiniz, o an başqa bir şey idi. Belə bir hal başqa bir ölkələrdə də yoxdur. O sevinci yaşayan o 256 mənzildir, 256 media nümayəndələrindən biri olmaq əlbəttə ki, sevindiricidir. Bilirsiniz, mən bir otaqlı evim var idi və 16-17 kvadrat evin içərisində uşaqları böyüdürdük. Həmişə də mənim evimin pəncərəsi bu jurnalistlər binasına açılırdı. Həmişə deyirdim ki, mən Allahın izindən mən oradan ev alaram, yəqin ki, deyə davamlı orada səhər-səhər də, axşamüstü də o pəncərədən baxırdım özüm. Elə oldu ki, komissiya müəyyənləşdirildi, gəldilər, sənədlərimiz uyğun gəldi və Cənab Prezidentin necə deyərlər, o gözəl imzasına layiq olan jurnalistlərdən biri oldum. Mən əgər bu günlərsə ev sahibiyəmsə, mən ümumiyyətlə dövlətin övladıyam. Çünki mənə verilən həm Qarabağ qazisi kimi o bir otaqlı ev, eyni zamanda jurnalistlər binasında verilən ev, bunun hamısı mənə dövlət verib. Yəni, dövlətimin sayəsində mən ev, mənzil sahibi olmuşam və sevinirəm ki, nə gözəl ki, oradakı insanlardan biri mənəm. Yəni, mən Cənab Prezidentə ona görə təşəkkür edirəm. Bu il həm də 150 illikdir, mediamızın 150 illiyidir. İnşallah digər evi olmayan media nümayəndələri də evlə təmin olunsunlar. O isti bir ev başqa bir şeydir. Övladlarınız davam elətdirmədi sizin peşənizi? Yox. Özünüz istəmədiniz, yoxsa? Yox, istəmədilər. Bir-iki dəfə əvvəl can atdım, istəsinlər. Baxdım ki, indiki gənclik başqadır. Daha çox pul qazanmaq istəyirlər, əziyyət çəkmək istəmirlər. Ona görə də qızım, deyək ki, Slavyan Universitetində ibtidai müəlliməliyini axır sonuncu kursdadır, 4-cü kursu bitirir. Təcrübəyə başlayıb. Bir oğlum İdman Akademiyasının İdman mezuniyetində kommunikasiyanı bitirib. Yəni, uşaqlar hərəsi öz yolunu seçirlər. Bizə düşən sadəcə olaraq onlara dəstək verməkdir. Bacardığım qədər dəstək verirəm. Yəni, onların qarşılaşdıqları hansısa bir çətinliklər olsa, orada əgər o işi aşıra bilirəmsə, onda özümü daha rahat hiss edirəm. Olmayanda da olmur. Yəni, sadə Azərbaycan insanıyam. Durub hansısa bir qapını döyəndə əlbəttə ki, biri hə deyirsə, biri yox deyir. Jurnalistikanın bugünkü durumunu necə qiymətləndirirsiniz? Getdikcə təkmilləşir jurnalistika. Biz qələmlə yazıb, sonra oturub müsahibələrə gedərdik. Ancaq indi elə deyil, indi inkişaf var, texnoloji inkişaf edib, adicə telefonla canlı yayın edib müsahibə almaq olar. Bizim dövrümüzdə başqa idi. Bir dənə diktafonumuz vardı, ruçkamız, bloknotumuz, düşüb qapı-qapı müsahibələr alırdıq. Amma indi elə deyil, indi yavaş-yavaş inkişaf var. Bir də müxtəlif platformalar çoxalıbdır. Bu medianın inkişafına nə qədər təsir edir, etmir, bunu mütəxəssislər daha çox bilər. Jurnalistikaya pul qazancı kimi baxacaqsansa, əmək haqqı almaq üçün baxacaqsansa çətindir. Bir sənət kimi də baxmaq lazımdır ki, mən bu sənətə gəlmişəm, bu peşəyə gəlmişəm, bunun əziyyətləri də var. Əmək haqqısı az da ola bilər, çox da ola bilər. Biz 3 ayla maaş almırdıq.
3 ayla, 4 ayla əmək haqqı almamışıq. Amma biz oradan yorulmamışıq, işləmişik. Elə olub ki, Vəli müəllim həmişə deyirdi ki, bu ay birinə əmək haqqı verdi, digər ay o birisinə əmək haqqı verdi. Yəni növbə gəlib saçdılar, 3-cü ay olurdu. Sən yanvar ayın maaşını martın axırında ala bilərdin bəlkə də. Yəni ona görə də bugün çox imkanlar var. Əmək haqqların vaxtında verilir. Çox birində az alanlar var. Amma inkişaf var. İnkişaf da nədir? Müasir media birinci növbədə həqiqi informasiya qaçmalıdır. Nahid bəy, 50 illik ömrün ən böyük hədiyyəsi nə olub? 50 illik ömrümün ən böyük hədiyyəsi ilk dəfə ev almağım. Çünki mən yataqxanada yaşamışam, yataqxananın çətinliklərini görmüşəm və o evdə ilk dəfə başımı qoyub yatanda səhər oyanmaq istəmirdim. Çünki ilk dəfə idi ki, özümün evim olurdu. Yəni fikirləşin ki, o evin içərisində gedib hər küncün gəzirdim ki, orasına, burasına, hər küncdə də oturmuşam. Yəni saatlarla oturmuşam. Elə olub ki, 1 paska, 2 paska sigaret çəkmişəm da, belə şeylər olub ki, yəni 3-4 gün özümü o avradan çıxarda bilmirdim. Yəni ki, mənim də evim var. Yəni evsizlik o qədər çətin bir şeydir ki, yataqxanada qalmaq, yəni mənim də evim var. Elə də şoxla gəlib o hasarı cibimdən çıxardıb o qapını açmaq bir şeyim var idi. Özümdən qürurlandım şəhərin mərkəzində, Qız Qalasının yanında, Muğam Teatrının düz yanı idi. Şəhərin mərkəzində yaşayıram, oradan çıxırdım. Kostyumda işim də mərkəzdə idi. Yusuf Məmmədəliyevdə idi, təşkilat. Yəni oranı qürurla gedib, qürurla gəlmək məsələsi var. Bir də institut qurtarmağım. Yəni ali təhsilə sahib olmaq. Bəs ən böyük arzunuz nədir? Bax, bugünkü gündə Allahdan ən böyük hansı arzunu istəyirsiniz? Birinci növbədə arzum ailəmin sağ-salamat olması. Yoldaşımın sağ-salamat olması. Çünki o mənim yol göstərənim, mənim kifayət qədər güclü dəstək duran, onun sözləri, fikirləridir. Mən hərdən elə olur ki, problemlərdən yoldan çıxa bilirəm. Onda o məni yola qaytarır. Təbrik edirəm. Sizə ömrün yeni yolçuluğunda uğurlar diləyirik. 50 yaşınız mübarək, canınız sağ, qələminiz iti, sözünüz hər zaman kəsərli olsun. Təşəkkür edirəm. Mən də belə bir fürsətdən istifadə edib yaratdığı şəraitə görə həm sizə, eyni zamanda Yeni Çağ Medianın rəhbəri, dostum, qardaşım Aqil Əskərə təşəkkür edirəm. Mənim Aqillə münasibətimiz, qardaşlığımız bu günün deyil, illərə dayanandı. Və nə gözəl ki, mən o özü də bilir ki, onun uğurları mənim uğurlarım saymışam həmişə. Və bu uğurlar daha da bol olsun. İnşallah bundan sonra gözəl olacaq. Yəni yazacağımız çox şeylər gözəl işlər üçün olsun. Təşəkkür edirəm gözəl müsahibə üçün.